Bəzi sözlərimiz var ki, ümumiyyətlə bəzi isimlərimiz var ki, bunlara həm hal, həm də mənsubiyyət şəkilçisi artıranda sözün kökündəki iki hecalı sözlərdə, söhbət iki hecalı sözlərdən gedir. Həm hal, həm mənsubiyyət şəkilçisi artıranda sözün kökündəki ikinci sait düşür. Şəkilçisi artıranda. Bu sözlər alınma sözlərdir. Alınma mənşəli sözlərdir. Hamısı alınmadır. Yəni, bu sözləri iki qrupa ayıraq. Birincisi, həm hal, həm mənsubiyyət şəkilçisi düşən sözlər. Hansıdır? Sinif, şəkil, sətir, fəsil, əsir, həsir, sətir, isim, cisim, qism, qədir, qafiyə tuturuq, fikir və s. Bax, bu sözləri, digər qrupdakı sözləri əzbərlədinizsə, bunları rahatlıqla tapa biləcəksiniz. Mən dediyim izah nə deməkdir? Məsəl üçün yazıram ki, sənin şəklin. Normalda şəkil sözünü yazaq bura. Şəkil. Görürsünüz, ikinci heca. İki hecalıdır və i. Amma sənin şəklin, mənsubiyyət şəkilçisidirmi? Öz şəklin, bəli. Hani bə, k ilə l arasındakı i yoxdur. Çünki düşür. Qaydaya əsasən düşür. Məsəl üçün, indi gəlin, bu mənsubiyyət şəkilçisi artıranda düşəndir. İndi gəlin, şəkil sözünü halda işlədək. Şəklin rəngi. Bu k ilə l arasında hanı i? Yoxdur. Hansı hal şəkilçisini artırmışam? Yiyəlik hal. Şəklin rəngi. Məsəl üçün, deyirəm ki, cismin gücü. Bir də deyirəm ki, sənin cismin. Baxaq. Sənin cismin öz gücü. Deməli, buradakı cism, ikinci sözdə mənsubiyyətdirsə, mənsubiyyət özündən əvvəl yiyəlik hallı söz tələb eləyir. Hanı s ilə m arasındakı i? Normalda cisim sözü necə yazılır? Cisim. S ilə m arasındakı i düşüb. Çünki hal şəkilçisi artırılıb. Sənin öz cismin, öz olanda artıq mənsubiyyət şəkilçisidir. Yenə də s ilə m arasında i düşür. Deməli, birinci də yiyəlik hal şəkilçisi, ikincisi də mənsubiyyət şəkilçisi. Yəni, bu qrup sözlərə həm hal, həm mənsubiyyət şəkilçisi artıranda düşür. İkinci qayda hansıdır? Yalnız mənsubiyyət şəkilçisi artıranda düşən sözlər. Bu sözləri mən sizə demişdim. Bədən üzvlərimizdir. Bir də bir neçə dənə əlavə söz. Başdan başlayırıq. Bura qədər, deməm deyirsən. Baxaq, beyin, ağıl, alın, alından başlayırıq. Alın, sonra burun, burundan sonra ağız, ağızdan sonra boyun, Qulaq var. boyun, sonra çiyin, qoyun, qucaq mənasında qoyun. Qoyun, qarın, ovuc, sonra ovuc. Bu bədən üzvlərimizdir. Bədən üzvlərimizdən başdan başlayırıq. Beyin, ağıl, alın, burun, ağız, boyun, çiyin, qoyun, qarın, ovuc. Bədən üzvlərimizdən bitdi mi? Ən rahatı bu cürdür də. Sonra könül, qayın, oğul, əyin. Bunu da artıq könülün qaynının, oğlunun əyni. Cümlə formasında bunu da belə yadınızda saxlayırsınız. Bəli, artıq bu könül burada xüsusi isim söhbət getmir. Ürək könüldən söhbət gedir. Xüsusi könüldə dəyişiklik olmur. Yəni, xüsusi isim, insan adı bildirən könüldə bu qaydaya aid deyil. Bu sözlərə yalnız mənsubiyyət artıranda düşür. Məsəl üçün, deyirəm ki, və bu sözlər deyim ki, milli sözlərdir. Bir dənə ağıl sözü alınmadır. Bayaq da izah elədim ki, ağıl sözü tövlə mənasında milli, beyin mənasında olanda alınmadır. Tövlə mənasında olanda konkret, beyin mənasında olanda isə mücərrətdir. Könülün qaynının, oğlunun əyni. Gəlin baxaq, bu sözlərə həm hal, həm mənsubiyyət şəkilçisi artıraq. Başlayaq alın sözünə. Alın. Məsəl üçün deyirəm ki, sənin alnın. L ilə n arasında ı hanı?
Yoxdur. Çünki öz alının mənsubiyyət artırmışam. Bir də deyirəm ki, çiyinin ölçüsü. Əgər yoldaşlar, baxın, burada mənsubiyyət şəkilçisidir. Əgər olsa ki, çiyinin ölçüsü səhv olacaq. Çünki buradakı in şəkilçisi hal şəkilçisidir. Y ilə n arasında i düşməməlidir. Əgər sizdə bunu düşmüş versiyada belə veriblərsə, bilin ki, səhvdir. Çünki y ilə n arasındakı çiyin sözündə yalnız mənsubiyyət artıranda düşür. Burada artırdığımız artıq hal şəkilçisidir. Məsəl üçün yazıram ki, sənin çiyinin. Nə olacaq? Sənin çiyinin. Öz çiyinin mənsubiyyət şəkilçisidir. Deməli, buradakı iki saitli sözdə sözün ikinci saitindəki, hecasındakı sait düşmüş olacaq. Çətin deyil, çox rahat qaydadır. Bir qayda da sizə izah edeyim. Sifətləşən isimlər. Bir qrup sözlərimiz var. Hansı idi? Taxta, polad, şüşə, ipək, yun, dəri, saxsı, dəmir, sonra nə deyə bilərik? Polad dedik, gümüş, qızıl. Yoldaşlar, bunlar hamısı isimdir. Əgər bu kimi sözlərdən sonra növbəti bir isim gəlsə, bu sözlər sifətləşəcək. Necə? Sifətin xüsusiyyəti, sadəcə sifətin sualına cavab verəcək. Amma morfoloji olaraq, yəni nitq hissəsi baxımından yenə isim olaraq qalasıdır. Məsəl üçün deyirəm ki, dəri çanta aldım. Aldım, nə aldım? Çantanı aldım. Necə dəri? Necə sualına cavab verib deyəsən, bunu sifət götürə bilməzsən. Ümumiyyətlə, cümlə təhlil eləyəndə bir var sözlərin morfoloji sualı, bir var sintaktik sualı. Bu dəri sözünün morfoloji sualı nədir? Sintaktik sualı necə olacaq? Aydındır yerinə görə. Məsəl üçün deyirəm ki, yun parça. Parçalar toxunur. Toxunur, nə toxunur? Parçalar, necə parçalar? Yun. Yun sözünü sən burada necə sualına cavab verir deyə sən onu sifət götürə bilməzsən. Sadəcə sintaksis sualı necədir? Ancaq morfoloji sualı nitq hissəsi olaraq yenə isim olaraq qalır. Məsəl üçün, şüşə sözü, şüşə qab, necə qab? Şüşə ayrılıqda isimdir axı. Yəni, özündən sonra bir isim gəlib deyə, özündən əvvəlki isim necə sualına cavab versə, yenə də deyirəm, bu sözləri siz sifət götürə bilməzsiniz. Sifət təhlil zamanı harada gördünüzsə, isim götürün və salam. Sonra bir dənə kənd sözü var. Kənd yox, kəndli sözü var. Kəndli, şəhərli, məktəbli. Bu sözlər isimdir, yadınızda saxlayın. Kəndli, məktəbli, şəhərli, bu sözlər isimdir. Məsəl üçün, bizimki, bu söz də isimdir. Mənimki, sizinki, mənsubiyyət şəkilçisi üstəgəlki gələndə bunlar isim funksiyasında olur. Məktəbli, kəndli, şəhərli, məktəbli uşaq, necə uşaq? Sən bunu deyə bilməzsən ki, məktəbli və yaxud da kəndli sifətdir. Məktəbli, kəndli, şəhərli, əlaçı. Bunlar hamısı isimdir. Yadınızda saxlayın. Bu sözlər çox testdə qarşınıza çıxacaq. Diqqətli olun ki, bunlar morfoloji cəhətdən də isimdir. Bəli.